Sevda deyib ki, ərim var ki, gizlədim. Sevda Sanaliyeva əvvəllər rəqqasə kimi fəaliyyətə başlamışdı. Sonra arada fasilə verdi. Müğənni kimi fəaliyyətə başladı. Müğənni Sevda Sanaliyeva şəxsi həyatı ilə bağlı belə sualları cavablandırıb. Təbii ki, istinad edirəm Milli.az-a. O da Axşam.az-a istinadən bildirir ki, sosial şəbəkədə canlı yayım açan sənətçi ailə vəziyyəti ilə bağlı ünvanlanan suallara aydınlıq gətirib. Həyat yoldaşım yoxdur, subayam. Deyirlər ki, ərini gizlədirsən. Ərim var ki, gizlədim deyə ifaçı bildirib. Amma halal olsun Sevda xanım, doğrudan açıq aydın demişsiniz də. Çoxları heç əri olmur, gedir qonşunun kişisini gətirir. Deyir ərimdir. Nə bilim nələr. Yoxdur da yola getməmişik, ayrılmışıq. Bəyəm burada nə var ki? Evladından da danışan Sevda onların həm anası, həm də atası olduğunu vurğulayır. Mən uşaqlarımın həm atası, həm də anasıyım. Onlar da mənə həm ata, həm də anadır. Müğənni yaşı ilə bağlı səsləndirən fikirlərə də münasibət bildirib. Neçə yaşım var ki, məni Ajda Pekanla eyni yaşda göstərirsiniz. Yəni görsənirəm, mən 13 yaşımdan sənətdəyəm, səhnədəyəm. Bax, bir şey var ki, bax, mən öz Azərbaycan qadınlarımızı çox sevirəm. Nəyə görə? Türkiyədə sosial proqramlara baxıram. Bir qadın 7 ərə gedib, 8 ərə gedib aldı. Hərəsindən 1-2 uşaqlar onu orada qoyub gedib. Birinin anasının yanında, birinin atasının yanında, birini birinci həyat yoldaşının yanında. Eləsi var ki, həyat qurub, birinci ərindən olan uşaqları gətirib, üçüncü ərin yanında qoyub, çıxıb gedib 6-cı bir kişi ilə qaçıb. Amma bizdə fərqlidir də. Bizdə qadınlar, düz deyib bəzən də olur da həyatlarında kimlərsə olur, kimlərsə yaşayırlar, eşq yaşayırlar. Təbii ki, bu olmalıdır. Əgər tənha qadınsa bu olmalıdır. Amma bizdə qadınlar heç vaxt çox az halda olur da öz uşaqlarını belə yad kişiyə həvalə etsinlər, onun yanında saxlasınlar, onun çörəyini ona versinlər. Həmişə bu xarakter və xasiyyətlərinə görə, bu mərdliklərinə görə mən həmişə qadınlarımıza deyirəm ki, halal olsun. Bax, gör Sevda xanım deyir ki, həm onlara atayam, həm onlara anayam. O istəsəydi bu övladlarını kimisə çörəyin yedizdirə bilərdi, yad bir kişinin. Amma görürsünüz, özü qazanır, söz götürür, 100 dənə ağızlarına gələni yazırlar. Amma uşaqlarını görün necə böyüdür. Sevda xanım, bax buna görə sizi alqışlayıram. Halal olsun. Öz evladlarınıza görə ki, siz onları belə dəstəkləyirsiniz, yanındasınız. Həm atasız, həm anasız.